Və əziz dostlar, artıq verilişimizi izləyənlər bildi ki, bu günləri biz eksklüziv bir məlumatı dinləyicilərimizə nəzərə çatdırdıq. Belə ki, Flora Kərimova və Şakir Zamanın möhtəşəm dueti gəlir. İstəyirəm özləri danışsınlar o barədə. Buyurun, Flora xanım, duet barədə OTV mağazin üçün. Şakir, hünəriniz nədir? Məndən əvvəl oxuyasınız. Şakir, hünəriniz nədir? Boğaza yığılasınız, məni gözləməyəsiniz, kiməsə mahnını verəsiniz. Bax, Təqsir Xərbi oğlumdur, mənə dedi eksklüziv, mən də eksklüziv deyirəm. Sonra inşallah ancaq ciddi olsa təbii ki, Allah gözə qismət eləsin, mənə qismət eləsin. İnanıram ki, cavanların ömrü də çatacaq, səbri də çatacaq bu mahnını eşitməyə. İnşallah elə olsun ki, mənə də qismət olsun sizinlə bir mikrofon qarşısında oxuya. Ancaq propaganda mən bu oğlumdan asılım. İnşallah, mənim gözümüzdə. Şakir, siz nə deyə bilərsiniz? Yəni, uğurlu olsun. Flora xanımla bir duet oxumaq bizim üçün çox böyük şərəfdir. Yəni, çalışacaq ki, bu axırıncı olsun, axırıncı olmasın. Yəni, əgər Flora xanım bəyəndirsə mənim yaradıcılığımı, bu mənim üçün nə xoşbəxt mənə. Şey deyim sizə, qabiliyyətiniz yadımdan çıxmayacaq. Çox sağ olun. Allah sizdən razı olsun. Və ikimizin adından əziz dinləyicilər, mən indi demişdim, öpmüşdüm, yenə də deyirəm də, öpürəm də. Sizə çox sağ olun ki, bugünü Şakirə də, mənə də qismət elədinizsə. Mənim həyat səlnaməmdə bugün yazılacaq. Öpürəm sizi. Var olun, Flora Onda xanım, siz var olun. məni öpün, ağ eləmin. Əziz OTV izləyiciləri, bu da radio və televiziyada Sultanlı Dəqiqələr verilişinin bu dəfəki qonaqları Respublikanın xalq artisti, milyonların sevilmisi Flora xanım Kərimova və eyni zamanda bəstəkar müğənni Şakir Zaman oldu.